Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, bugün noyabrın 5-idir və noyabrın 6-da olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən, buludlu olacaq və əsasən yağmursuz keçəcək. Lakin noyabrın 5-dən 6-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz isə 15-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimal edilir. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz isə 17-22 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır.